Salam. Gəlin bir anlıq təsəvvür edək ki, bazarda tək bir kral var və bütün qaydaları o qoyur. Bax, bu monopoliya deməkdir. İqtisadiyyatımızın həm ən böyük güclərindən biri, həm də ən çox mübahisə yaradan mövzularından. Bəs bu tək başına güc bizim gündəlik həyatımıza əslində necə təsir edir? Gəlin bu məsələnin dərinliyinə birlikdə enək. Yəqin ki, bu sualı çoxunuzun ağlına gəlib, cavab isə təsadüfi deyil, əslində cavab iqtisadiyyatın ən fundamental anlayışlarından birində gizlidir, monopoliya. Bax, elə elektrik və su kimi xidmətlər bu konsepsiyanın həyatımızdakı ən bariz, ən aydın nümunələridir. Yaxşı, gəlin işin təməlinə enək. Bir monopoliyanı bazarı tamamilə ələ keçirmiş, möhkəm bir qalaya bənzədə bilərik. Bəs bu qalanın divarları nədən hörülüb? Onu bu qədər alınmaz edən sir nədədir? Ən sadə dildə desək, monopoliya bazardakı tək hökmdardır. O qalanın içində ondan başqa heç kim yoxdur və bütün güc, bütün nəzarət yalnız və yalnız bir şirkətin əlində cəmləşib. Qaydaları o yazır, qiymətləri o qoyur. Deməli, bir monopoliyanın gücü əslində 3 möhkəm sütun üzərində dayanır. Birincisi, bazarda tək satıcı var, bu da ona qiymətləri istədiyi kimi təyin etmək, yəni qiymət yaradıcısı olmaq imkanı verir. İkincisi, bazara girişdə ciddi maneələr var. Bax, həmin o qala divarları bunlardır. Bu divarlar sayəsində şirkət rəqabətsiz şəraitdə çox yüksək mənfəət əldə edə bilir. Və nəhayət üçüncüsü, o məhsulun yaxın əvəzedicisi yoxdur. Yəni bizim istehlakçıların başqa seçimi yoxdur və şirkət tələbə tam nəzarət edir. Bu üç şərt birləşəndə ortaya əsl monopoliya çıxır. Bəs o məşhur qala divarları əslində nədir? Necə hörülür? Bəzən bu təbii yolla olur. Su və elektrik şəbəkələrində olduğu kimi bir şirkətin xidmət göstərməsi hamı üçün daha səmərəli olur. Buna təbii monopoliya deyirik. Bəzən isə işə dövlət qarışır, patentlər və lisenziyalarla hüquqi maneələr yaradır. Başqa bir yol, De Beers şirkətinin vaxtilə almaz yataqlarına nəzarət etdiyi kimi kritik bir resursu tamamilə ələ keçirməkdir və ya günümüzdə gördüyümüz sosial media platformaları kimi şəbəkə effekti yaranır. Nə qədər çox insan istifadə edirsə, platforma bir o qədər güclənir və rəqiblər üçün giriş mümkünsüz olur. İndi gəlin medalın digər, biraz qaranlıq üzünə baxaq. Bir kralın tək başına hökmranlığı hər zaman krallıq üçün yaxşıdırmı? Başqa sözlə desək, monopoliyanın bizə və ümumilikdə cəmiyyətə vurduğu zərər nədir? Fərq həqiqətən də ağla qara qədərdir. Rəqabətin olduğu bir bazarda biz daha aşağı qiymətlər, daha çox məhsul və bol çeşiddə seçim imkanı əldə edirik. Monopoliyada isə bunun tam əksini yaşayırıq. Qiymətlər süni şəkildə qalxır, istehsal həcmi azalır və seçimlərimiz kəskin şəkildə məhdudlaşır. Bir sözlə, rəqabət olmayanda bunun əziyyətini birbaşa biz, yəni istehlakçılar çəkirik. İqtisadçılar bu mənfi təsirə xüsusi bir ad veriblər. İtirilmiş rifah və ya ingiliscə dead way loss. Bunu hekayəmizin pis adamı kimi düşünə bilərik. Bu nə deməkdir? Yəni, monopoliya elə bir səmərəsizlik yaradır ki, cəmiyyətin qazana biləcəyi dəyərin bir hissəsi heç kimə çatmır. O, nə şirkətin cibinə gedir, nə də bizim, sadəcə buxarlanıb yox olur. Gəlin bu abstrakt anlayışı biraz konkretləşdirək. Hesablamalara görə, əgər rəqabətli bir bazar qəflətən monopoliyaya çevrilsəydi, cəmiyyətin sırf bu keçidə görə itirəcəyi dəyər, yəni itirilmiş rifah, təxminən 1000 manat olardı. Bax, o yoxa çıxan dəyərin real qiyməti budur. İndi isə hekayəmizdə demək olar ki, 180 dərəcəlik bir dönüş edirik. Bütün bu mənfi cəhətlərdən sonra, bəlkə də monopoliyanın heç gözləmədiyimiz bir qəhrəman tərəfi də var? Gəlin bu sualı birbaşa özümüzə verək. Monopoliya həmişə pisdir, yoxsa bəzi hallarda, bəlkə də cəmiyyət üçün faydalı ola bilər? Cavab, inanın, sizi təəccübləndirə bilər. İnanılmaz görünsə də, bəzi hallarda cavab bəlidir. Məsələn, miqyas iqtisadiyyatı deyilən bir anlayış var, elektrik şəbəkələri kimi sahələrdə bir neçə şirkət qurmaqdansa, bir şirkətin bütün bazarı təmin etməsi daha ucuz və səmərəli olur. Və ya düşünün, patentlə qorunan böyük mənfəət, dərman sənayesində olduğu kimi, çox bahalı tədqiqatları və həyat qurtaran innovasiyaları maliyyələşdirmək üçün güclü bir stimul ola bilər. Həmçinin Google kimi şirkətlər bir-birinə bağlı onlarla xidməti bir dam altında təqdim edərək, ümumi xərcləri azalda və səmərəliliyi artıra bilirlər. Deməli, ortada olduqca mürəkkəb bir mənzərə var. Bir tərəfdə yüksək qiymətlər və məhdud seçim, digər tərəfdə isə səmərəlilik və innovasiya potensialı. Bəs bu tərəzinin gözünü kim bərabərləşdirəcək? Bax, burada səhnəyə bazarın hakimi, yəni hökumət çıxır. Və bu hakimin əlində balansı qorumaq üçün bir neçə güclü alət var. Birincisi, istehlakçıları qorumaq üçün qiymətlərə yuxarı hədd, yəni tavan təyin edə bilər.
İkincisi, həddindən artıq böyüyüb təhlükəli olan nəhəngləri anti-inhisar qanunları ilə daha kiçik hissələrə parçalaya bilər. Və üçüncüsü, hələ baş verməmişdən əvvəl bazardakı rəqabəti öldürə biləcək yeni şirkət birləşmələrinin qarşısını ala bilər. Yaxşı, bütün bu danışdıqlarımız kağız üzərində nəzəriyyədə yaxşı səslənir. Bəs real həyatda, bizim dünyamızda vəziyyət necədir? Gəlin ətrafımızdakı konkret, canlı nümunələrə nəzər salaq. Gəlin elə öz ölkəmizdən başlayaq. Məsələn, Azərenerji energetika sahəsində klassik bir təbii monopoliya nümunəsidir və fəaliyyəti Tarif Şurası tərəfindən tənzimlənir. Bank sektoruna baxsaq, görərik ki, cəmi 4 böyük bank bazarın təxminən 70%-nə nəzarət edir. Telekommunikasiya sahəsində isə 3 böyük oyunçunun dominant olduğu bir vəziyyət var ki, buna iqtisadiyyatda oligopoliya, yəni bir neçə satıcının olduğu bazar deyilir. Qlobal səviyyədə isə bu mübarizənin çox daha böyük və tarixi nümunələri var. Bəlkə də ən məşhuru, ABŞ hökumətinin 20-ci əsrin əvvəllərində bütün neft sənayesini əlində saxlayan Standard Oil nəhəngini məhkəmə yolu ilə parçalamasıdır. Bu, hökumətin gücünün klassik bir nümayişi idi. Amma düşünməyin ki, bu sadəcə keçmişdə qalıb. Elə bu günlərdə Avropa Birliyi bazardakı dominant mövqeyindən sui-istifadə etdiyi üçün texnologiya nəhəngi Google-a milyardlarla avro cərimələr kəsib. Yəni mübarizə bugün də davam edir. Və bu təkcə qərbə xas bir məsələ deyil. Dünyanın o biri ucunda, Çində də hökumət elektron ticarət nəhəngi Alibabanın hədsiz gücünü məhdudlaşdırmaq üçün ciddi addımlar atdı. Bu da göstərir ki, problem həqiqətən də qlobaldır. Bütün bu nümunələr isə bizi günümüzün bəlkə də ən vacib iqtisadi sualına gətirib çıxarır. Həyatımızın ayrılmaz hissəsinə çevrilən Google, Amazon kimi texnologiya nəhəngləri əslində müasir dövrün yeni qalaları, yeni kralları, yəni yeni monopoliyalardır və əgər cavab bəlidirsə, cəmiyyət olaraq biz bu inanılmaz güclə necə davranmalıyıq? Bu, şübhəsiz ki, gələcəkdə cavabını axtaracağımız ən böyük və ən mürəkkəb suallardan biri olacaq.